yerdə uzun bir müharibədən sonra final mərhələsini yaşayırıq. Müharibə qədər uzun bir final mərhələsinə daxil olmuşuq. Ötən ilin noyabr ayından Trump qalib gələndən biz finala daxil olmuşuq. Bu adam mesaj verir ki, müharibələri bitirirəm. Və atəşkəsə çox sürətlə, radikal addımlarla deməli Orta Doğuda nail oldu. İsrail-Fələstin münaqişəsində indi proses gedir. Amma Ukraynada hələ davam edir. Sancılı gedir siz demişkən və bir Putin amili də var. Siz təsəvvür edin, sülh danışıqlarından söhbət gedir. Bir tərəf, vuruşan tərəflərdən birinin prezidentinin yarı hərbi kamuflyaj geyinməsinə görə tənqid olunur, qıcıq verilir və bu dünyanın gündəminə oturur və birdən-birə Putin son 3 ildə geyinmədiyi hərbi kamuflyajı, mundiri geyinir və gedir Kurskda və deməli Trump'a cavab verir. Birbaşa ona cavabdır. Cavabı necə oxumaq olar? Birinci, mənim öz fikrimcə dəhşətli bir səhvə yol verdilər. Yəni bu müharibənin əvvəli deyil, ortası deyil, yəni zəfər deyil. Sən bu kamuflyajı niyə geyinirsən? İndi Kremlə yaxın bəzi mənbələr Telegram kanallarına sızdırırlar ki, bu Putinin yaxınlarının bir qisminin səhvidir. Özlərinin bəzi deməli buna baxın bu mundirdə bəzi mənbələr iddia edirlər ki, bu səhvdir. Özlərinə yaxın media quruluşları ki, bu düzgün mesaj deyil, zamanında verilən mesaj deyil. Putin öz qərarıdır bu. Amma çox qəribə bir fenomen mən müşahidə edirəm. Deməli, Rusiya prezidentinin bilirsiniz hər addımını Rusiyanın Türkiyəli təhlilçilər dəstəkləyirlər. Özlərindən daha yaxşı şərh eləyirlər və mən dünən bir şərhi izlədim CNN Türk'də. Orada deyir ki, abi bunu mesaj verir ki, Kursksuz olmaz. Mundiri geyinib, kamuflyajı geyinib Kursk'a gedir və deyir ki, Kursk mənim üçün masada oturulacaq bir şey deməli mövzu deyil. Mən bunu sökə-sökə alacağım. Çözüb oturmaq istəyir. Çözüb oturmaq istəyir və axı atəşkəsdə bir qızıl qayda var. Atəşkəs başlayan kimi kim hardadısa orada qalır. Bu deməkdir ki, Ukrayna ordusu da Kursk'da qalmalıdır. Putin bunun üçün o kamuflyajı geyinib ki, mən imkan vermərəm. Amma bu da öz torpağında da A nöqtəsindən B nöqtəsinə gedib. Yəni, bax, belə bir Türk siyasətçiləri şərh verirlər buna. Məntiqlidir, ağla batandır, yox sayılmaz. Amma həm də o deməkdir ki, mən sülh finalda mundir geyinir. Finalda, sonda, nə qədər uzun olsa da bu sonluqdur. Təbii ki, mesaj müharibə deməkdir. Təbii ki, davam etmə deməkdir. O Kursk istiqamətinə mi verilmiş cavabdır, bunu biz bilmirik. Bunu Putin özü bilir, çevrəsi bilir. Yəni, sürpriz bu oldu. Amma eyni zamanda da mən bir mənalı şəkildə hesab edirəm ki, Putinin köməkçisi Uşakovun açıqlamasına rəğmən Putin atəşkəsə razıyam mesajını verdi. Dolayısıyla verib. Verdi, birbaşa verdi. Sadəcə siz bayaq deyən kimi şərt qoyur. Ki, bu Ukraynaya xeyirdir, minnət qoyur. Mənə xeyir deyil, mən bu qalıcı sülh istəyirəm, onun üçün də müharibəni yaradan səbəblər aradan qaldırılmalıdır. Bunu nəzərimcə, bəli, müharibəni yaradan səbəblər bu deyil, başqasıdır. Və mən hesab edirəm ki, Putinin bu açıqlaması Trump tərəfindən də təqdir qazandı, atəşkəsə razılıqdır. Yəni, pərdə arxasında Trump'ın şəxsi nümayəndəsinə biz də atəşkəsə razıyıq, amma sözü deyilib, amma razılıq var.